Hal-hazırda Novruz bayramı ərəfəsindəyik. Novruz bayramını qeyd etmək dinlə doğrudur yoxsa? Təbrik edirəm bütün bizi dinləyən, bizə tamaşa edən insanların Novruz bayramı münasibətilə. Novruz bayramı Azərbaycanın qədim ənənəsidir və tarixi də dəqiq məlum deyil. O qədər dərin tarixi kökləri olan bir bayramdır. Və təbii ki, İslam'a aid olan bir bayram deyil. İslamdan öncə də Novruz bayramı mövcud olub. Amma dəqiq araşdırma aparılsa, bəlkə də bu hansısa bir Allah Peyğəmbərinin ayinlərindən götürülmüş bir qaydalardır. Çünki bilirsiniz, biz bütün Peyğəmbərləri tanımırıq axı. Bəzi Peyğəmbərlər olur ki, onların adı da yoxdur. 124 min Peyğəmbər göndərilib deyilir. Amma hamısının təbii ki, haqqında bizdə məlumat yoxdur. Bəlkə də bu ilahi təlimlərdən qaynaqlanır. Təbii ki, İslam Qurandan öncə olub Novruz bayramı. Və Novruz bayramı bizim xalqımızın yüksək mədəniyyətə sahib olmasının göstəricisidir. Novruzda bir çox mütərəqqi adət-ənənələrimiz var. Novruzda biz bir-birimizə baş çəkirik, bayram süfrəsi ətrafında toplaşırıq. Novruzda biz dünyadan köçmüş insanları yad edirik. Çox yaxşı bir ənənədir. İnsan məzarlığa, qəbristanlığa gedir və orada dünyadan köçənləri yad edir. Küsənlərin barışması çox müsbət bir adətdir. İnsanların bayram əhval-ruhiyyəsində olması, şad olması, din buna hər hansı bir qadağa qoymur. Bəziləri deyir ki, bu bidətdir. Bidət dinə edilmiş əlavəyə bidət deyilir. Amma mən həmişə cavabında deyirəm ki, bu dini qayda deyil. Biz bunu ibadət kimi etmirik. Bu sadəcə baharın gəlişi ilə bağlı bir ayindir. Fikir verin, gecə ilə gündüzün bərabər olması zamanı biz bayram qeyd edirik. Yəni biz Novruzun təqvimi əslində ən dəqiq təqvimdir. Yəni yaz faktiki olaraq martın 1-də yox, martın axırında daxil olur. Martın əvvəli qış dövrü sayılır əslində, təbiət nöqteyi nəzərindən, təbii baxsaq məsələyə, hər bir ay əslində 20 gün gecikir. Bilirsiniz, fəsildir belə. Əslində təbiətlə tam həmahəng olan qayda Novruz qaydalarıdır. Yaz hələ daxil olmayıb. Biz mart ayına daxil olsaq da yaz martın sonunda daxil olur, təbii nöqteyi nəzərdən baxsaq. Yəni bu təbiətlə tam həmahəng bir qaydalardır, qanunlardır və dinimizlə də bunun ziddiyyəti yoxdur. Ola bilər ayrı-ayrı hansısa elementləri dinimizlə ziddiyyət təşkil edə bilsin. Məsələn, hansılar? Misal üçün deyirlər, qulaq falı dinimiz ümumiyyətlə kiminsə evini dinləməyi bəyənmir. Yəni, ola bilsin ki, evdə elə bir söhbət olunsun ki, sən onu eşitməsən yaxşıdır. Düzdür, bunu rəmzi olaraq edirlər. Amma şam yandırmaq və saçı. Şam yandırmaqda da məqsəd baxır nədir? Yəni, bəziləri bunu